Hər kəsə salam, mən Niyaz, Evet Çınardan sizləri salamlayıram. Bugünkü mövzumuz Forex-də ticarət etmək üçün istifadə olunan platformalardır və ilkin olaraq mövzumuza keçməmişdən öncə sizə ümumi sxem barəsində, Forex bazarının prinsipləri və əsasları barəsində sxem hazırlamışam, onu göstərmək istəyirəm. Bundan əvvəlki videomuzda Forex haqqında ümumi məlumat haqqında danışdıq. Bugünkü mövzumuz ticarət olunan platformalardır. Sonra isə özünü öyrənməli, yoxsa təlimçi yanına getməli, trader kimdir, Forex analiz üsulları, risk və pul idarəçiliyi və digər alt başlıqlar sizin qarşınızdadır. Onların sayı da 12-dən ibarət hələ ki və bunların sayını artırmaq da olar. Gələcəkdə buna çalışacağam. Və indi istəyirəm mövzumuza keçək. Forex-də ticarət etmək üçün istifadə olunan platformalar hansılardır? İlkin olaraq onu demək istəyirəm ki, Forex-də siz ticarət etmək üçün həm sizə broker lazımdır, həm platforma lazımdır və ilk broker haqqında məlumatı növbəti videolarımızda sizə bölüşəcəm. İndi isə platformalar haqqında danışmaq istəyirəm və ilkin olaraq MetaTrader 4 haqqında danışmaq istəyirəm. 2005-ci ildə traderlər təqdim olunub, sürətli interfeysə malikdir. Sürətli olmasına baxmayaraq, eynilə də interfeys çox asandır və stabildir. Siz MetaTrader 4-ə daxil olsanız, orada MetaTrader interfeysin belə deyək, platforma rəngini dəyişə bilərsiniz, şamların rəngini dəyişə bilərsiniz. Orada müxtəlif indikatorlar var. Həmin indikatorlardan istifadə edə bilərsiniz. Ticarət etmək üçün platforma daxil edə bilərsiniz. Özünüz əlavə olaraq MetaTrader 4-ə belə deyək, indikatorlar əlavə edə bilərsiniz. İstər pullu indikatorlar olsun, istər pulsuz indikatorlar olsun. Ümumi MetaTrader 4 haqqında YouTube belə deyək, səhifələrində məlumatlar var, necə istifadə etmək lazımdır. Və bu da trader üçün ticarət zamanı traderi belə deyək, asanlaşdırır, ticarəti asanlaşdırır və bundan əlavə MetaTrader 4-də siz strategiyaları backtest edə bilərsiniz və proqramlaşdırma dili də mövcuddur MetaTrader 4-də və MetaTrader 4-ün mobil tətbiqi də var. MetaTrader 5-ə keçsək, onu demək olar ki, MetaTrader 4-ün daha inkişaf etmiş versiyasıdır və 2010-cu ildə traderlərə təqdim olunub. Eynilə MetaTrader 4-də 4 kimi fəaliyyət göstərir. Müəyyən fərqləri mövcuddur. MetaTrader 4-ə baxsaq daha müasirdir, daha belə deyək, praktikdir. Lakin eynilə MetaTrader 5-in də belə deyək, mobil tətbiqi mövcuddur. Eynilə MetaTrader 5 haqqında da YouTube səhifələrində ümumi interfeysin işləməsi barəsində məlumatlar var. Ən çox mənim MetaTrader 5-də xoşuma gələn belə deyək funksiya odur ki, eyni vaxtda bir var, məsələn, ticarət açmısan bir neçə dənə, onları bir-bir bağlayasan, bir də bir klikə MetaTrader 5-də bütün əməliyyatları bağlama mümkündür. O da mənim xoşuma gəlir. MetaTrader 4-də bu əvvəl yox idi. Yəni mən əvvəl MetaTrader 4 istifadə edirdim. MetaTrader 4-ün belə deyək, stabil istifadəçilərindən idim. Lakin sonradan isə MetaTrader 5-ə keçdim. Lakin MetaTrader 5-də bəzi brokerlər var ki, hələ də MetaTrader 4-dən istifadə edirlər. MetaTrader 5-ə hələ keçid eləməyiblər. Və C-Trader və TradingView-yə keçməmişdən öncə sizə bir məsələni də, bir belə deyək, mövzunu da nəzərinizə çatdırmaq istəyirəm ki, MetaTrader 4 və yaxud MetaTrader 5 üçün deməli web səhifələri var, hansı ki indi sizin qarşınızdadır səhifədə. Burada siz istədiyiniz belə deyək, baxsaz MetaTrader 5, görərsiniz burada MetaTrader 5 və MetaTrader 4 və burada MetaTrader 5-in özünün ayrıca ekspert indikatorları, bibliotekası var, yəni ümumi hamısı orada daxildir və MetaTrader 4-də isə ayrıdır. Və burada indikatorlar daxil olsanız, burada siz indikatorların ümumi sayını görə bilərsiniz, nə qədər burada çoxlu indikatorlar var, istənilən belə deyək, qiymətə indikatorlar var və
təbii olaraq pulsuz indikatorlar da var. Burada baxsaz, burada pulsuz indikatorlardır, hansılar ki, siz onları MetaTrader, bu indi 5 üçündür, MetaTrader 5 üçündür, burada da gördüyünüz kimi MetaTrader 5-ə daxil edib orada yoxlaya bilərsiniz. Bəzi belə deyək, indikatorlar isə burada pullu indikatorlardır, hansı ki, onları müəyyən ödənişlərin qarşısında ala bilərsiniz. Təbii olaraq bu yenə də öz seçiminizdir. Sadəcə olaraq mən MetaTrader 5 və MetaTrader 4 üçün MetaTrader 4 üçün də eyni həmin indikatorlar və yaxud robotlar da var. Bəli, o yadımdan çıxmışdı, qeyd edim. Eyni ilə MetaTrader 4-də də, MetaTrader 5-də də ticarət etmək üçün robotlardan istifadə olunur. Təbii olaraq robotların istifadə etmə mən tərəfdarı deyiləm. Çünki onlarda insanlarda kimi belə deyək, sadəcə robotda da, yəni onlarda bir hissiyat yoxdur deyənə, bazar hiss eləsinlər və yaxud psixoloji onların durumları yoxdur. Ona görə də sadəcə o göstərilmiş əmrlər əsasında onlar ticarət edirlər. Və indi də burada da MetaTrader 4 üçün də indikatorların özünə girib baxsa, burada Expert Advisorlardır. İndikatorlar özünə də girib baxsa, burada yeni indikatorlardır. Populyarlı, yəni onlar daha çox istifadə olunan indikatorlardır. Yeni indikatorlardır, pulsuzdur və pullu indikatorlardır. Pulsuz indikatorların içərisindən bəziləri var ki, istifadə eləmək olar, amma əksəriyyətini demək olar ki, mən bəzilərini yoxlamışam və müəyyən belə deyək, effekti çox zəif olub. Maraq üçün yoxlamışam, effekti zəif olub, amma bəzi indikatorlar var ki, onlardan istifadə eləmək olar. Misal olaraq, mən MetaTrader 5-də sonuncu dəfə istifadə edim indikator, qarşıma olub üçün çıxmasın. Burada Forex sessiyaları ilə bağlı indikator idi və mən istədim həmin indikatordan istifadə edeyim. Nəyə görə istifadə edeyim? Artıq mənim üçün belə deyək, sessiyalar rahat bölünsün. Yəni gün ərzində hansı sessiya başlayıb, hansı sessiya bitib, o haqda artıq mən rahat belə deyək, interfeyslə onu görə bilim. Qayıtsaq mövzumuza, C-Trader haqqında onu demək olar ki, çox müasir interfeysə malikdir və 2010-cu ildə traderlər təqdim olunub. Mən özüm C-Traderdən belə deyək, istifadə eləmirəm. Mənim üçün belə deyək, uyğun olan MetaTrader 5-dir və mən belə deyək, MetaTrader 5-ə sadiq qalaraq ancaq ondan istifadə edirəm. Lakin müəyyən belə deyək, traderlər var ki, C-Traderdən istifadə edirlər. Burada da avtomatlaşdırılmış ticarət mövcuddur və botlardan istifadə etmək mövcuddur. Və əsasən C-Trader belə deyək, onun haqqında mən oxuyanda, öyrənəndə əsas burada məqsəd market makerdən fərqli olaraq C-Trader birbaşa bazara çıxışını təmin etmək üçün yaradığı bu platforma. Lakin üstünləri çox olmasına baxmayaraq bəzi brokerlər hələ də C-Traderdən istifadə eləmirlər. Və bu platforma, C-Trader platforması əsasən Electronic Communication Network tipli, yəni ACN tipli brokerlərlə işləmək üçün nəzərdə tutulub, daha şəffaf fəaliyyət göstərməsi üçün. Lakin buna baxmayaraq bəzi brokerlərdə hələ də C-Traderdən istifadə olunmur. Əsasən mən daha çox gördüyüm brokerlər, yəni etibarlı brokerləri növbəti videolarımızda danışacağam. Yenə də əksəriyyəti MetaTrader 4, MetaTrader 5-dən istifadə edirlər. Trading View-ya gəldikdə isə Trading View haqqında onu demək istəyirəm ki, həqiqətən də çox belə deyək, inkişaf etmiş bir platformadır. Bulud əsaslı platformadır, onlayn platformadır. Onun tətbiqini yükləməyə belə deyək, ehtiyac yoxdur. Lakin Trading View-da geniş imkanlar var həqiqətən. Yəni traderlərin əksəriyyəti orada analizlər edir. Əksəriyyəti demək olar ki, traderlərin hamısı Trading View-dan istifadə edir. Mən nə qədər belə deyək, traderlər tanıyıramsa Trading View-dan istifadə edirlər. Orada ticarət edirlər və orada strategiyalarını yoxlayırlar.
daha çox belə deyək imkanlar verir, daha çox geniş imkanlar var. Lakin buna baxmayaraq TradingView-nun belə deyək imkanlarını genişləndirmək üçün TradingView gərək ödənişli hesabından istifadə edəsən. Bu da traderin öz seçimindən asılıdır. Yəni mən özüm TradingView-dan çox az istifadə edirəm. Mənim üçün əsas belə deyək MetaTrader 5-dir və MetaTrader 5-dən də belə deyək sevərək onu istifadə edirəm. Həqiqətən çox mənim üçün rahatdır. İstər mobil tətbiq olsun, istər Windows üçün tətbiq olsun. Həqiqətən çox mənim üçün rahatdır. Platformalar haqqında qısa olaraq bu platformaları sizə tanış elədim. Belə deyək, ətraflı platformaların daxili barəsində video belə deyək çəkməyə ehtiyac duymuram. Və nəyə görə? Çünki MetaTrader 4, MetaTrader 5, CTrader, TradingView haqqında YouTube-da çoxlu səhifələr var. Daha doğrusu çoxlu paylaşımlar var, videolar var. Oradan daxil olub öyrənə bilərsiniz. Və sonda onu demək istəyirəm ki, nə qədər platformaların çox olmasından fərqli olmayaraq hər bir trader üçün rahat olan platforma və onun ticarətinə uyğun olan platformanı artıq özü seçməlidir və ona uyğunlaşmalıdır. Elə misal olaraq traderlər var ki, TradingView onlar üçün rahatdır. Elə traderlər var, CTrader rahatdır və yaxud MetaTrader rahatdır. Mən mütəmadi olaraq daim MetaTrader 5-dən istifadə edirəm. TradingView hesabım da var, ondan da bəzən istifadə edirəm. Orada yenə deyirəm, imkanlar daha genişdir. Lakin lap əvvəl MetaTrader 4-dən istifadə edirdim. Təxminən belə deyək 2014-cü illər idi. MetaTrader 4 demək olar ki, belə deyək bütün traderlərin sevimli platforması idi. Lakin MetaTrader 5-ə keçməyim biraz vaxt aldı. Nəyə görə? Çünki insan psixoloji olaraq bir platforma öyrəşirsə və yaxud bir belə deyək platforma öyrəşirsə, yeniliyə doğru getmək biraz çətinləşir. Yəni yeniliyə addım atmaq insan üçün biraz çətin olur. Lakin o yeniliyə ki belə deyək addım atdı, artıq görür ki, bu yenilik onun üçün daha yaxşıdır. Və sonda onu demək istəyirəm ki, hansı platforma sizə uyğundursa, həmin platforma uyğun olaraq ticarətinizi həyata keçirə bilərsiniz, həyatınıza keçirməlisiniz də və platforma və broker seçimi əlbəttə vacib məsələlərdir. Lakin ən vacib məsələ sizin belə deyək, həmin ticarəti həmin hansı brokerdə və platformada aparmağımızdan asılı olmayaraq uğurlu olmasıdır. Və təbii olaraq bu video bəlkə də yeni başlayanlar üçün daha yaxşı olar. Belə deyək. Və yaxud da əgər trader varsa və tradinglə məşğul olanlar varsa, bu videoya baxırsa, buradan da hansısa bir məlumat onlar üçün uğurlu ola bilər, hansısa məlumat onlar üçün vacib ola bilər. Hələlik bu qədər platforma haqqında paylaşmaq istədiyim mövzu bu idi və düşünürəm ki, qısa olsa da müəyyən qədər məlumatlı oldu və bütün bizi izləyənlərə təşəkkür edirəm. Hər kəsə uğurlar, Allah amanında.